İzləyicilərim, mən Günel müəllimə. Bu gün sizlərlə OTK-nın bazar günü üçün, yəni 26 oktyabr üçün keçirdiyi ikinci qrup üzrə sınağının riyaziyyat suallarının izahını bölüşəcəm. Keçid eləyək birinci suala. Birinci sualımızda deyir ki, bizə 2025 çıxılsın kök adlı 130-un kəsir hissəsini tap. Birinci siz şagirdlər bilməlisiniz ki, 2025-in kəsir hissəsi 0-dır. Onu götürməyə ehtiyac yoxdur. Siz sadəcə mənfi kök adlı 130-un kəsir hissəsini tapacaqsınız. Bunun üçün əvvəlcə mənfi kök adlı 130-un tam hissəsini tapmalısınız. 130 təxminən nəyə yaxındır? 144-dən balaca olduğu üçün 121-dən də 121-144 arasında yerləşdiyi üçün bundan hardasa təxmini olaraq mənfi 11 tam tutaq ki, 12 eləsin. Bunun tam hissəsi nədir? Mənfi 12. Mənfi olduğu üçün. İndi kəsir hissəni necə tapırdınız? Ədədin özü çıxılsın tam hissə. Deməli, bu olacaq 12 minus kökdə 130. Bu belə. 12 minus kökdə 130 harada var? A variantında doğru cavab var. Keçid edirik ikinci suala. İkinci sual uşaqlar tənasübli göründüyü kimi. İkinci sualda 0 tam dövrdə 7-ni yazın 9-da 7. Bölünsün x. Digərini çevirin 3-də 5, 7-də 18. Orta hədd, kənar hədd. X vurulsun 3-də 5, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 9-da 7. 7-lər getdi. 18 ilə 9 getdi 2. Qaldı 2 vurulsun 5-də 3. 5-də eləyəcək 6. Bu da eləyəcək 1,2. Yəni cavab A variantı. Keçid edirik növbəti suala. İfadəsinin ən böyük qiymətini soruşur. Deməli 43 minus 3-cü sualdır. Biz bu tipli suallarla test toplusunda rast gəlmişik. Amma burada biraz fərqli eləyib kub yazıb üzərinə. Birincisi bu içərisindəki kvadratdır. Kvadratın ala biləcəyi ən kiçik qiymət 0-dır. Siz bilməlisiniz ki, bu ifadənin ən böyük olması üçün bu ifadə ən kiçik olmalıdır. Ən kiçik etmək üçün də kvadrata ən kiçik qiyməti verməlisiniz. Yəni 0-ı. 0 üstəcək 2-nin kubu. Bu da nə verəcək? 43 çıx 8. Deməli 5, bu da eləyəcək 35. Hansı variant? D variantı. Hansı ki bir də deyirəm. İkinci ifadənin kiçik olmasını istəyirsinizsə, kvadratı ən kiçik etməlisiniz ki, o kiçik olsun. Kvadratda ən kiçik olan ədəd bəlli məsələdir, neçədir. Sonra deyir ki, 180 ədədini 3, 4, 6 hissələrə tərs mütənasib hissələrə böldükdə 180-ı 3, 4, 6 ilə tərs mütənasib hissələrə bölün. 3K, 4, amma tərs deyir. Tərs deyirsə necə eləyək? 3-də 1, 4-də 1, 6-da 1. Və bunların cəmini bərabərləşdirəcəksiniz nəyə? 180-ə. Deməli, 180-ə bərabərləşdirdik. Ortaq məxrəc 12-dir. 4, 3, 2. 12-də 9K bərabər 180. Deyir, birbaşa ixtisar aparıram. K bərabərdir. 180-də vuranda 9-da 12-yə. 20 vur 12, 240. Bu mütənasibliyə əmsalıdır. 240-ı əslində kiçiyi soruşur, amma bütün hamısını yazıram. 8-dən eləyir birincisi. 240-ı 4-də 1-ə vursam, deməli 60 eləyir. 240-ı 6-da 1-ə vursam isə 40 eləyir. Ən kiçiyi neçədir? 40-dır. Bu oldu 4-cü sual. Keçirik 5-ci suala. Beşinci sual 5 kök altında 32 x-in kubu plus kök altında 18 x-in kubu minus kök altında 50 x-in kubu. Baxın, gəlin buradan kök alaq. Birincisi x kubu əgər kökün altında qala bilibsə, deməli bu x müsbətdir. 32 də çünki müsbətdir. Biz bunu belə yaza bilərik uşaqlar. 32 vur x kvadratı vur x. 18 vur x kvadratı vur x. 25 vur 2 vur x kvadratı vur x. Gəlin kök alaq. 32-ni də 16 vur 2 yazarsınız. 5 vur 4 modulda x. Kök altında 2x. 18-i 9 vur 2 yazarsınız. 3 modulda x. Kök altında 2x. 25-dən 5 çıxdı. 5 modulda x. Kök altında 2x. Hamısından modullardan müsbət çıxır və alınır 4x-in üstə 3x gəlin 7. 7-dən 5-i çıxın 2x kök altında 2x. İndi bizdən nə soruşur burada bir baxaq fikir verək.
Deməli, burada bir dəqiqə, burada 5 də var. Biz onu yanlış hesabladıq o zaman. 5-i də hesablayaq. 5 burada var, bu da 4. 20 x kök altında 2x. 3 x kök altında 2x. 5 x kök altında 2x. 20'nin üstə 3, 23, 23'dən 5 çıxanda 18 x kök altında 2x deyə cavab olacaq. Hansı ki A variantında var. Növbəti suala keçid alırıq. Baxaq növbəti sualın həllinə. Altıncı sualda görək hesabatın cavabı nə eləyir? 2 tam 3'də 1 vur. 4 tam 7'də 2. 3'də 7 vur. 7'də 30. 10 eləyir bu. 10 çıxılsın. 7 tam. İkisini toplayıram. 38'də 25'in üstüne 13 gələndə 33 gələndə 58. Bu da eləyəcək 10 tam çıxılsın 8 tam 38'də 20. Çıxsaq da eləyəcək 9 tam 38'də 38 çıx 8 tam 38'də 20 və axıra qədər hesablayın 1 tam 38'də 18. Əgər belə bir cavab yoxdursa 2 ixtisar aparın. 19'da 9. Yəni doğru cavab B variantı. Keçək 7-ci suala baxaq. 7-ci sualda deyir ki, 8'ə böldükdə qalıqda 6, 9'a böldükdə 12'yə böldükdə qalıqda 10, 18'ə böldükdə qalıqda 16 alınır. Bu nə deməkdir bilirsiniz uşaqlar? Elə bir A ədədidir, 8'ə vurulan 6 eləyir. Amma bu eyni ədəddir. 12'yə böləndə B ədədidir, qalıq 10 eləyir. Və biz S götürürəm, 18'i S'yə vuranda qalıq 16 eləyir. Uşaqlar, bu tipli tapşırıqları işləyərkən bir şeyə fikir verin. Bunların arasında 2 vahid fərq var. Bu ədədlərin arasında 2 vahid, bu ədədlərin arasında 2 vahid. Tutaq ki, bu bir A-ya bərabərdir. Hamısını əvəz edəcək bir dənə ədəd var A. Hansı ki, bu A ədədi nədir? Söhbət elə o A ədədindən gedir. Biz həmin A ədədini axtarırıq. Hər tərəfinə 2 əlavə edin bu sualda. Bütün hamısına 2 əlavə etsək, baxın, belə bir mənzərə ilə qarşılaşırıq. Çünki 2 vahid zaten fərq var idi. Siz 2 əlavə eləyəndə hamısı eyni olmalıdır. A plus 2 bərabərdir. Buradan 8'i çıxardın. A plus 1. Buradan 12'ni çıxarın. B plus 1. Buradan 18'i çıxardın. C plus 1. 8'ə, 12'yə, 18'ə bölünən ən kiçik ədədi axtarırsınız siz. 18'ə, 8'ə, 12'yə bölünən ən kiçik ədəd 72'dir. Deməli, A ədədi də 72'dən 2 çıx 70'dir. A ədədi 70'dir. Rəqəm cəmi nə qədərdir? 7. Növbəti baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, 5x kvadratı üstəgəl xy üstəgəl x, y-in kvadratı plus 5xy plus y. Mötərizə xaricinə surətdən nəyi çıxara bilərsiniz? X-i. 5x üstəgəl y üstəgəl 1. Məxrəcdən y-i çıxarın. Y üstəgəl 5x üstəgəl 1. Eyni olduğu üçün ixtisar getdi. Qaldı x bölü y, yəni A bəndi. Keçirik 9-cu suala. 9-cu sualda NA bərabər 36. NB bərabər 39. NA ilə B 18'dir. NB ilə A-nın fərqini soruşur. Yaxşı, gəlin baxaq. Gəlin əslində bunu Venn dairəsindən çəkək. Baxın, dairəmizi çəkirəm A-nın B-nin dairəsini. AB. A-da 36'da nədir? A ilə B-nin fərqində 18. Yəni sırf burada 18'dir. Bütöv A-da 36 dənədirsə 18 dənəsi də ortadadır. Bütöv B-də 39 dənədir. 39 dənədən 18'in çıxsanız neçə qalar? 21. Deməli burada da 21'dir. B ilə A-nın fərqini istəyir. Oldu cavab A variantı. Keçirik 10-cu suala. 10-cu sualda deyir ki, ABC üçbucağı var. ABC onun ən böyük bucağıdır. AB 5'dir, BC 7'dir. AC tərəfindən ala biləcəyi tam qiymətlərin cəmini tapın. Baxın, ən böyük bucağıdırsa o deməkdir ki,
bu x-in özü 7-dən böyük olmalıdır. Çünki ən böyük bucaq budur. Onun qarşısındakı tərəf digər iki tərəfin ən böyüyündən belə böyük olmalıdır. Və plus x-imiz 5 ilə 7-nin cəmi 12 ilə 2 arasındadır. İndi madam 7-dən böyük 12-dən balacadır, onda onu qısaca belə yazaq, bu ikisini birləşdirib. 7-dən böyük 12-dən balacadır. 8, 9, 10 və 11 ödəyir. Deməli, bunların cəmi 19, 19. Cəmi nə qədər eləyəcək? 38. Bu tipli tapşırıq, bəli, test toplusunda var. Şərti bu şəkildə verilməsə də, amma mahiyyət etibarilə eyni tip məsələdir. Elə bilirəm, bu da aydındır. Davam edək. Növbəti 11-ci suala baxırıq. 11-ci sualda deyir ki, AOB bucağı 140-dır. İstəyirsiniz, gəlin şəkli əvvəlcə çəkim. Deyir ki, AOB 140-dır, töv. AOC-nin COB-yə nisbəti 3-ün 4-ə nisbətdir. Bura 3x-dır, burada 4x-dır. COB bucağının tənböləni olarsa, tənbölənsə bura 2x, bura 2x-dır. AOD bucağını tapın deyir bizə. Baxın, nə etməlisiniz? 3x ilə 4x-in cəmin bərabər eləyəcəksiniz birinci 140-ı. 140-ı 7-yə böləcəksiniz. X-imiz 20 çıxırmı? Sizdən nəyi soruşur? AOD bucağını. AOD-yə bir baxın. AOD. Hansı ki bunun içərisində 2 dənə bucaq var. 3 ilə 2, 5x var. Siz x-in birini neçə alıbsınız? 20. 5 vur 20, cavab eləyəcək 100. Keçirik növbəti suala. 12. A minus B 5'dir. A kvadratı plus B kvadratı 43'dür. Sizdən A plus B'nin kvadratını istəyir. Baxın, A plus B'nin kvadratı necə açılır? A kvadratı plus 2AB plus B kvadratı. A kvadratından B kvadratının yerinə 43 yazın. İndi sizə 2AB lazımdır. Bunu götürüb kvadrata yüksəldin. İki tərəfli. A kvadratı minus 2AB uşaqlar adi müxtəsərdir. Bərabərdir 25. 2AB nədir? Deməli 20. Cavabı bərabərdir 25. A kvadratından B kvadratının cəmi 43'dür. 43 minus 2AB bərabərdir 25. O zaman sən buradan 2AB'ni bərabər edərsən. 8, 18'ə. 18'də 2'yə vuraq böləndə AB'miz eləyəcək 9. 43'ün üstünə 18 gələk. 50, o da 11, 61. Y variantı olacaq doğru cavab. Keçək baxaq növbəti 13-cü suala. On üçüncü sualda A kvadratı minus B kvadratı üstə gəl 6A, üstə gəl 9. Biraz diqqətli baxsanız görərsiniz ki, burada bir dənə dəyişəndən bir dənə verilib. Qalan amma A dəyişəndən 2 yerdə var. Onda bu üçünü bir birləşdirin. Digər B kvadratında 1. Bu A plus 3'ün kvadratıdır. Bu da B'nin kvadratıdır. Nəyə əsasən aça bilərsiniz? Müxtəsərə görə. A plus 3 minus B, A plus 3 plus B. İndi siz bunun içərisində görürsünüz A minus B-də var, üstə gəl 3. A plus B-də var, üstə gəl 3. Gəlin tapaq. Baxın, A minus B. A minus B 60,4'də 3'dən 36,4'də 1'i çıxaq. Deməli 24,4'də 2. Yəni 24,2'də 1. İndi bir dəfə çıxmağı toplayaq. 60,4'də 3'ün üstü 36,4'də 1 gəlin. 96,4'də 4, yəni 97 tam. Toplamasının cavabı 97 tam elədi. Baxın, köçürdürəm bura. Çıxmasının da cavabı 24,2'də 1 üstə gəl 3. Toplamasının da cavabı eləyir 97. Üstünə də 3 gəlsəniz elə 100. Bunu çevirək düzgün olmayan kəsrə. 27,2'də 1 vur 100. 54, 55 vur 100. 50, 0, 2, 27, 2750 olacaq doğru yanıt. C variantı cavab. Bu, bax, belə. Növbəti bir hədli sualı. Belə çətin bir hədli deyil. Test toplusunun sadələşdirilmiş sual tipidir.
Çox burada əziyyət çəkməyəcəksiniz. Yəqin ki, bunu böyük ehtimal hər biriniz doğru yazıbsınız. 0,3 AB kubu. Niyə deyirəm sadədir uşaqlar? Burada qüvvətə yüksəldirəm. 3-də 10'dur da bu. 3-də 10'u 4 dəfə öz-özünə vururam. 3 üstü 4, 10 üstü 4. Heç hesablamağa dəyməz. A üstü 32, B üstü 20. Bu 0,3'dür. 10'da 3'ü 5 dəfə öz-özünə vururam. 3 üstü 5, 10 üstü 5. Bax, görürsünüz, onlar artıq ixtisar gedəcək. A-nın üzəri 5, B-nin üzəri 15. Bunun biri getdi. Bunun biri getdi. 3 böl 10. A üstü 32'ni A üstü 5'e vur. A üstü 37. A üstü 20'ni A üstü 15'e vur. A üstü 35. Bunun əmsalı 10'da 3'dür. Qüvvəti nədir? 72. Baxaq görək, düz hesabladıq. 3. Burada bir dənə səhvimiz olub. Burada 5'dir, görək, düz yazmışıq. Hə, yox, düz yazmışıq. 4, 5'in 20. 20, 32, bu da 5, 37, 20, bu da 15. O da 35, 60, o da 12, 72. Deyir, əmsalından neçə dəfə, hasilini soruşmur. Neçə dəfə bölüyün soruşur. 72'ni onda bölün, onda 3'ə. Vurulsun 3'də 10. 240 edəcək. Doğru cavab A variantı. Növbəti suala keçid edək. Deməli, 15-ci sualda deyir ki, NK 18'dir. MK 20'dir. MN 12'dir. NP tənböləndir. Bu sadəcə uşaqlar tənbölənin xassəsidir. MP'ni soruşmur, oraya x yazsan. Onda bu tərəf 20 minus x olur. 12'nin 18'ə nisbəti, x-in 20 minus x-a nisbəti. İxtisar aparıram 6'ya. 3'də 2. Çarpaz vururam. 3x bərabərdir 40 minus 2x. 5x bərabərdir 40. X da 8. 8 bir tərəfdə 12'dir. Siz nəyi axtarırsınız? Y variantı 8'i. Keçirik növbəti suala. Bu sual tipi də üslü funksiyalarda olan bir sual tipidir. Burada mahiyyət nədir? Sadəcə siz onların qüvvətlərini müqayisə edə bilərsiniz. Əsaslar fərqli olsa da, siz onun qüvvətini eyniləşdirəndə düzəldə bilərsiniz. Baxaq, bir görək, eyniləşdirmək mümkündür. Düşünürəm ki, bunu necə yaza bilərik? Elə eləyək ki, bu elisun 3 üstü 2, onun da üstü 50 yazaq hələ ki. Bu 9 üstü 50. Bunu yazaq 2 üstü 3 üstü 50. 8 üstü 50. Bunu necə yazırıq? Deməli, 49, 7 üstü 50'dir. 9 üstü 50, 7 üstü 50, 8 üstü 50. Məlum məsələdə ən böyüyü A-dır, ortancıl B-dir, ən balaca da C-dir. Y variantı doğru cavab olacaq. Keçirik 17'yə. Bir dəqiqə bunu saxlayaq. 17 ilə bunun üzərində izah verəcəm gerisin. Hasili 72 olan 2 natural ədədin hasili 72'dir. 2 dənə natural ədədin cəminin ən mümkün natural ədəddir 2 dənə. Baxın, nə 72 eləyə bilər? 1 vur 72, 2 vur 36, 72 eləyə bilər. 3 vur 24, 4 vur 18, 6 vur 12. Sonra başqa varmı? Yox. Mümkün olan ən kiçik qiymətini soruşur. Baxın, bir-birindən nə qədər yaxın olarsa, o qədər, belə deyək, cavab alına bilər. 8 vur 9. 8 vur 9 ən yaxın olanlarıdır. 72 eləyən. Onda bunların ən kiçik cəmi də 17'dir. Çünki bir-birindən uzaqlaşdıqca qiymətlərin cəmi böyüyür. Hasil verilibsə, cəmi axtarırsınızsa, uzaq məsafədə olanların cəmi böyük olmalıdır. Məntiqlə. Yaxın məsafədən o qədər yaxın götürürsən ki, bir-birinə cəm balaca olsun, yəni A bəndi. Keçirik 18'ə. Burada fikir verin, görün nədən bəhs eləyir. Bu tərəf məlum məsələdə hər biriniz deyəcəksiniz, müəllim, A-nın B-nin fərqidir. Harda var? Bu variantda var, bu variantda var. 2 variantdan biridir. Sonra, bura nədir bəs? Bura isə B ilə C-nin birləşməsi, kəsişməsidir. Harda var cavab? Y variantında var.
Keçirik 19-cu suala. Deyir ABC düzbucağının üçbucağında ASB 90 dərəcədir. ASB 90 dərəcədir. AC 4'dür, BC 8'dir. Tangens CAB'nin, baxın, 4, 8. AB'ni gəlin tapaq Pifagora görə. 16 ilə 64, 80 elədimi? 16, 4, bu 4 kök altda 5'dir. İndi baxaq burada nəyə? Madam bu 80'dir. Buranın alfa, bizdən hansı CAB'nin, buranın, bir də CBA'nın, buranın, alfanın, betanın. Baxın, nə istəyir sizdən? Mən indi şəkildə alfa, beta ilə işarə elədim. Tangens alfanın kosinus betaya olan nisbəti. Tangens qarşı katedin digər bitişik katedə nisbətdir. 8'in 4'ə. Kosinus isə beta bitişik katedin hipotenuza nisbəti. Baxın, 8'lər gedər. 4'lər gedər. Qalar kök altda 5 böləndə. Doğru cavab 19'da Y variantı. Keçək 20-ci suala baxaq. 20-ci sualda deyir ki, 20% duz məhluludakı suyun 40 qramı buxarlandıqdan sonra 20% duz məhlulu nə deməkdir? A litr məhlul varsa 2%-dir. 0,2 A-sı duzdur. Daha doğrusu 0,2 A-sı duzdur. 40 qram buharlandıqdan sonra suyun duzluğu 2,5% oldu. Buradan 40 qram su çıxdın. A'dan 40 qram əskiltmisən. Amma bunun içindəki duzda dəyişiklik olmuyor. Duz elə bu qalıb. Və məhlul azaldandan sonra duzluğu 2,5% azaldı. Deməli bunu yazmalısan %2,5. Və bunu belə qarşılıqlı vursaq 2,5 vurulsun A-40. 100'ü buna vuranda 2A. 2,5 A'dan 2A'nı çıxıram. 0,5 A minus 0,5 vurulsun 40. Baxaq şöyle düz hesabladıq. Burada bir deyirəm. Bu 0,5 X'ı düz yazdıq. 2,5'i 4'ə vuracaqsınız da. Elə bir 25'i 4'ə vuracaqsınız. Çünki 2,5'i 40'a vuranda bunun bir sıfırı bunun vergülü nə gedir? 100 eləyir. Bərabərdir 0. Heç bir şey. Burada 0,5 X bərabərdir 100'ə. 100'ü böləndə 0,5'i 2000. 200 daha doğrusu. Bizdən nəyi soruşur? Məhluldakı duzun kütləsini. 200 qram ümumi məhluldur. Duzun kütləsi də 0,2'dir. Vur bunu 0,2'ye. 4 qram. A variantı olacaq doğru cavab. Davam edirik 21-lə. Uşaqlar, 21-də deyir ki, ədədin standart şəkildə yazılışında hasilinin. Hasil, baxın. 24 vur 10 üstü 20'dir. O birisini də yazdıram. B də bərabərdir. 5 vurulsun 10 üstü 3. Vuraq bunlar bir-birinə. 120 vurulsun 10 üstü 20 burada 3 də burada 23. Baxın, indi bunu standart şəkildə ədədə gətirək. 120 qiymətli hissə ola bilməz. Siz onu eləməlisiniz 1,2. Neçə rəqəm çəkdiniz sağ tərəfdən? 2 rəqəm. Onda yanındakının qüvvətini 2 rəqəm böyüdürsünüz. Bunun qiymətli hissəsi 1,2'dir. Tərtibi isə 25'dir. Sual verir ki, yazılışında qiymətli hissə ilə tərtibin cəmini tapın. 25'in üzərinə 1,2 gəlin. 26,2 deyə cavab olacaq. O da harda var? B variantında var. Keçirik 22-ci suala. 32-dən kiçik 3'ə bölünən natural ədədlər çoxu. Baxın. Deməli 22-ci suala baxaq. 22-də deyir ki, 3'ə bölünən 32-dən kiçik natural ədədlər çoxu. Bəlkə gəlin 3'ə bölünən ədədləri yazaq. 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Göründüyü kimi 10 dənə ədəd var. Bunun ədəd ortasını əvvəlcə cəm düsturundan hesablayaq. 3 də, axırıncısı da 30'dur. Ədədi seçilən uşaqlar bu bildiyiniz. 10 dənə də ədəd var şəkildə gördüyünüz. 165 eləyir. Amma ədədi ortanı necə tapırlar? Ədədlərin cəmini onların sayına bölürsən 16, 15. Bəs bu sıranın medianı nədir? Moda yoxdur. Moda, çünki təkrarlanan ədədi yoxdur burada. Median statistik orta uşaqlar. Ədədləri sırayla ayırırsınız. Sağda eyni qədər, solda eyni qədər ədəd qalır və bunların cəminin yarısı. 32'ye böləndə bu da hə. Deməli uşaqlar, birinci təklif də doğrudur, üçüncü təklif də doğrudur. Bax burada 1 ilə 3 doğrudur. Bizim test üçün D variantı doğru olacaq.
Keçirik növbəti bu suala. 8 plus kök altı 24. Buradan fikirləşirəm ki, 8 plus 2 kök altı 6 yazaram bunu. Buradan da 2-ni çıxardaram. 11 minus 4 kök altı 6 yazaram. Və baxıram ki, buradan 2-ni çıxartsam 4 plus kök altı 6 qalar. Fikir verin indi burada nəyə? Kök altında 2 vur. 11 minus 4 kök altı 6-nı 2-ni kökə ata da bilərsiniz. Və bunu kökün daxilinə də gətirmək mümkündür. Kvadrata yüksəldib gətirə bilərsiniz. İstəsəz o şəkildə eləyək. İstəsəz mürəkkəb kök alma düsturundan istifadə etmək istəyirəm. Hansı ki? Gəlin, yaxşı, kök altına atım. O, ola bilər sizə daha rahat olsun. 4 minus kök altı 6-dır. Siz bunu kök daxilinə atacaqsınız. Bax, bunu atıram bu kökün daxilinə. 2 kökün altında. 4 plus kök altı 6 kvadrata yüksəlməlidir. Kökə keçmək üçün. Kök altı 6-nın kvadratı nə qədər edir? 4 üstə gəl 16 üstə gəl 6 plus 8. Burada uşaqlar heç ehtiyac yox imiş bunu çevirməyə. Deyim niyə? Çünki siz bunun 2-ni çıxarsanız 4 plus kök altı 6-nı kökə daxil eləsəniz elə həmin düsturun əksi alınır göründüyü kimi. 2 qalsın xaricdə. Bu eləyəcək ki, nə? 22 minus plus 8 kökdə aldı. Bu da 22 minus 8 kökdə aldı. 22-ni 22-yə vur 484. Minus 64 vur 6. 24 2 hatta 36 384. Bu da eləyəcək 100. 100-dən 10 çıxır. 20 də cavab eləyəcək. Baxın, bunun cavabı 100 elədi. 100-dən nə çıxır? 10. Qabaqda da bir 2 var. Vursanız 20 eləyəcək. Sonra 24'e baxaq. Deyir ki, boş bir hovuz var. Bir boru ilə 6 saata dolur. İkinci boru isə 8 saata boşaldır. Su ilə tam dolu hovuzda ikinci borunu açdıqdan 2 saat sonra İkinci borunu açdıqdan 2 saat sonra birinci borunu da açdılar. Deməli, baxın, 2 saat boyunca bu hovuzdan su axıb. Hansı ki, hovuzun 8'də 2'si boşdur artıq. 8'də 2 hissəsini boşaldıb bu. Sonra birinci borunu da açdılar. Və sonra necə olub? Plus hovuzda 2 saatdan sonra neçə saata doğru? T saat bu da işləyib, bu da işləyib. Və beləliklə bir tam hovuza bərabərdir. Çünki baxın, 2 saatdan sonra bunlar ikisi bərabər işləyiblər. Amma 2 saat ərzində hovuzun artıq 1-dən 4'də 1'in çıxın, hovuzun artıq 4'də 3 hissəsi qalıb. T böl 6 minus T böl 8 bərabər 4'də 3. 24'dür. 24'ü 6'ya 4 bura, 3 bura. 1T bərabər 4'də 3. T də bərabərdir 18. T 18'dir. Deməli 18 saat sonra hovuz dolar. Daha sonra keçirik 25-ci suala. 25'də deyir ki, qamma bucağı 70 dərəcə olarsa bettanı tapın. Betta 150'dir. Alfanı tapın. Betta 150'dir. Qamma 70'dir. Siz bilməlisiniz ki, əgər bucaqların üçü də eyni yönə baxırsa, onların cəmi 360 olmalıdır. Və yaxud belə də eləyə bilərsiniz. Bu ziqzaq qaydası 150'dir, qonşusu 30'dur. 30 ilə buradakı bucağın cəmi 70 eləməlidir. Deməli, bura 40 yazmalısınız. Sadə bir sualdır. Onda belə çıxır, alfada 40 dərəcə olacaq. Növbəti 26-cı suala baxırıq. 26-cı sualda deyir ki, m natural ədədini 8'ə böləndə qalıqda 5 alınır. M kvadratı üstə gəl 5, m üstə gəl 29'u 8'ə böldükdə qalıq neçə alınır? Burada nə etmək lazımdır? Götürürsünüz m'lərin yerinə bu qalığı yazırsınız. 25 üstə 25 üstə 29. Böl 8. 75, daha doğrusu 29'dur bu. 50 üstə 29, 79'u bölün 8'e. 8, 9'un 72, 7 qalıq qalır. Bu da belə. Keçək növbəti suala. Davam edirəm. 27-ci sualda sadə bir sualdır uşaqlar. Uyğun tərəf paralel perpendikulyardan danışır. Burada nə deyə bilərsiniz? Alfa 42'dir. Uyğun tərəf perpendikulyar olan bucaqlarda 42'dirsə, sənin bettan 42'də ola bilər. Sənin bettan 180 çıx 42'də ola bilər. Müxtəlif adlı da ola bilər. 42'nin də çıxanda 8, 3, 138. Sənə birinci test üçün cavab Y də gedər D-dir.
İkinci testə baxaq. İkinci testdə alfa minus betamız 74'dür, göründüyü kimi. Əgər alfa minus beta 74-dürsə, deməli bu müxtəlif adlı olacaq. Çünki betanı o tərəfə keçirdiyində müsbət 74 olur. İndi baxın, alfa plus beta da 180 olur axı. 180 ilə cəmləyin, betalar getdi. 2 alfa bərabərdir, 180 o da 74, 4, 5, 254. Alfa da bərabərdir, 127. 127 biridir. 180'dan 127 çıx. 3, 53 də, 7, 2, 5, 53 də biridir. Burada B variantı gedəcək. İndi uşaqlar, alfa 136 olanda yenə qərarsız qalacağım. Ola bilsin ki, sənin bettan 136'dır. Digərini tapanda 180'dan 136 çıxırsan. Alfa sənin 44 də ola bilər. Varmı? Sadəcə A var. Keçdik situasiya. Deyir ki, sizə təqdim olunan situasiyanı diqqətlə oxuyun və verilmiş situasiyanı həll edin. Baxaq nə deyir? 100 manata fermerdən 500 kiloqram qarpız aldı. Qarpızların dağılmaması üçün taxtadan ABC düzbucaqlı üçbucaq formasında yer düzəltdi. Taxtanın təxminən 1 metrinin qiyməti 1 manat 50 qəpik idi. Birinci gün qarpızların kütləsinin 70%-i satıldı. Buradan nəsə anladıq. İndi görə bizdə nə soruşur? Bu üç bucağın katetləri 3 və 4 olarsa, hipotenuz nədir uşaqlar? 5'dir. Hər iki tərəfə sırf taxta işlənərsə, bura 3 metr, bura 4 metr, bura 5 metr. Sərf olunan taxtalara ödənilən pulun miqdarı. Uşaqlar, birinci nə qədər taxta işlətmişik? Hər iki tərəfə sırf 2 sıra taxta işlənərsə, deməli hər tərəfə 2 sıra taxta işlənir. 1 metrinin 2 sıra taxta işlənir, o deməkdir ki, baxın, bura 3 metr, 4 metr, 5 metr. 3, 4, 5 nə qədər elədi? 12 metr elədi mi? 12 metr taxta işlənir. Amma taxtanın da 1 metrəsi 1 manat 50 qəpikdir. 12'ni vururam 1,5'ə. Yəni 12'ni vururam 2'də 3'ə. 12 ilə 2 getdi. 6, 6, 3'ün 18. Bu, uşaqlar, hər iki tərəfə 2 sıra. 1 sıra taxta işlənsəydi 18 idi. 18'i də 2'yə vururam. Bütöv taxtanın manatı 36 manat olar.